İnsan ancaq zərər, xeyir hesablamamalıdır addım atarkən. Bəzi adamlar var, misal üçün, yalan danışmağın mənfəət və ziyanını hesablamır. Deyirlər ki, mən özümə yalanı yaraşdırmıram. Vəssalam. Özümdən acığım gələr yalan danışsam, şəxsiyyətimə sığışdırmıram. Amma bəziləri həyatda nəticəyə o qədər köklənib ki, hər işdə özünü unudub nəticəni düşünürlər ancaq. Məsələn, mən indi təvazökarlıq etsəm, təbəssüm eləsəm, nə qazanaram? Hətta əxlaqları belə hesablama məntiq əsasındadır. Hətta əxlaqları belə mənfəətin xidmətindədir. Bu insanlardan açıq desək adam olmaz.